Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağı 293 nömrəli məktəbin arxasında 6 sot torpaq sahəsinin üzərində belə bir həyət evi çıxıb. 120 kvadratdır. 3 otaq, 1 mətbəx, 1 sanuzeldən ibarətdir. Ev istipol üçün nəzərdə tutulub. İnşallah həyəti təqdim edəcək və sonra keçidəcək evin içərisinin təqdimatına. Sənəd bələdiyyə sənədi. Qiymət ilkin olaraq 58.000 manatdır. Düzdür, evin tamamlanma hissəsinin bir hissəsi qalıb. İnşallah onları sizlərə təqdim edəcək. Və orada da əlavə bağı var. İndi kim istəsə buranı aça da bilər, kim istəsə qala da bilər. Bütün meyvə ağaclarına qədər var. Və evin arxasına 1 metrdən artıq fikir verin, keçid hissəsi var. Gəl qardaşım, zəhmət olmasa. Evi tam göstərə bildik izləyicilərimizə. Giriş hissəsini də sizlərə təqdim edin. Buradan giriş hissəsini təqdim edin, zəhmət olmasın. Yəni maşın rahatlıqla həyətə daxil olur. Və burada da qeyd etdiyimiz kimi əlavə bir bağ sahəsi var, yəni bu da buna aiddir. Bütün meyvə ağaclarına qədər var, fikir verin. Gəl qardaşım, bax, bütün meyvə ağaclarına qeyd etmiş hamısı var. Narı var, nə bilim, alması var, armudu var və s. Və evin sağ hissəsində sizlərə göstərək, fikir verin. Davam paket bir formadadır. Və qardaşım, bağı bir də təkrarən çək. Mən keçmədim biraz o tərəfə. İzləyicilərimiz tam rahat bir şəkildə izləyə bilsinlər. Və ilkin olaraq qiymət qeyd etdiyimiz kimi 58.000 manat, indi reallıq olarsa endirim olunacaq. Bir evin içərisində təqdimatını təqdim edək. Və onu da nəzərinizə çatdıraq ki, şəxsi tikilidir. Geniş koridordur, geniş koridordur. Divarlarda ağartma işləri görülüb, otaqlarda da görülüb. Qeyd etdiyimiz kimi bir hissəsi qalıb. Patolog hissəsində göstər qardaşım, patolog hissəsində demək olar ki, hazır vəziyyətdədir. Sanuzelin aksesuarları alınıb yəni. Yer istipoldur, istipol üçün nəzərdə tutulub. Hətta fikir verin, yuxucu atılan yerlərində də tok işləri də görülüb. Gəl bu otağı təqdim edək. Və bir yataq otağımız da buradadır. Onu da təqdim edək izləyicilərimizə. Uşaqsın, uşaq otağı üçün inşallah. Və mətbəx hissəsini. Mətbəx hissəsində fikir verin. Mətbəx hissəsində də burada padvalı var. Yəni padvalı. İzləyicilərimiz izləsinlər. Gəl sanuzel hissəsini təqdim edək. Sanuzel hissələri də ayrı-ayrılıqdadır. Sanuzel demək olar ki, hazır və aksesuarlarına qədər alınıb qoyur. Gəl qardaşım, bunu da bu hissəni göstər. Demək olar koridorun da hazır fikir verin. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağı 293 nömrəli məktəbin arxasındadır. 6 sot torpaq sahəsinin üzərində nəzərdə tutulub. 1 zal, 3 yataq, 1 mətbəx, 1 sanuzeldən ibarətdir. Qiymət 58.000 manatdır. Sənəd bələdiyyə sənədi. Reallıq olarsa inşallah endirim olunacaq. Və səhifəmizi izlədiyiniz üçün Məşdağı Əmlak Əməkdaşları rəhbərliyi sizlərə dərin təşəkkürümüzü bildiririk.